İslam dininin yaranması Məhəmməd Peyğəmbərin adı ilə bağlıdır. Məhəmməd sallallahu aleyhi və səlləm 570-ci ildə Məkkə şəhərində doğulmuşdur. 610-cu ilin Ramazan ayında Məkkə şəhərində Həzrəti Məhəmməd Hira mağarasında olarkən Cəbrail mələyi ilə vəhilər gəlməyə başladı. Bu hadisə ilə İslam dini yaranmağa başladı. Bu vəhilər İslamın müqəddəs kitabı olan Qurani Kərimdə öz əksini tapmışdır. İlk dəfə iqra, yəni oxu əmrini alan Həzrəti Məhəmməd Allahın sözlərini insanlara çatdırmağa başladı. Bu ilk vəhiy ilə başlayan bu müqəddəs mesaj qısa müddət ərzində Məkkədə və daha sonra bütün dünyada yayılmağa başladı. İslamın başlanğıcında Həzrəti Məhəmmədin peyğəmbərliyini qəbul edənlər çox az idi. Əvvəlcə yalnız yaxın dostları və ailəsi, xüsusilə Xədicə, Əli ibn Əbu Talib, Əbu Bəkir Ömər ibn Xəttab və Osman ibn Əffan kimi şəxslər iman etmişdir. Lakin Məkkə cəmiyyəti yeni dini qəbul etməkdə çətinlik çəkirdi. İslama və Peyğəmbərimizə qarşı ciddi təzyiqlər və işgəncələr başlamışdı. Bütün bu çətinliklərə baxmayaraq, İslamın təbliği davam edirdi. 622-ci ildə Hicrət adı verilən mühüm bir hadisə baş verdi. Müsəlmanlar Məkkədəki təzyiqlərdən qaçaraq Mədinəyə köçdülər. Mədinə, İslamın mərkəzinin yaradıldığı, Peyğəmbərimizin rəhbərliyi altında yeni bir cəmiyyət qurulmağa başlandı. Hicrət həm də İslam təqviminin başlanğıcı olaraq qəbul edilir. Bu dövrdə 624-cü ildə Bədir, 625-ci ildə Uhud və 627-ci ildə Hendek kimi mühüm döyüşlər baş verdi. Bu savaşlar İslamın müdafiə olunmasına, həmçinin inanclarını qorumağa yönəlmişdi. 630-cu ildə Məkkə İslam ordusu tərəfindən fəth edildi. Məkkə, əvvəlki düşmənlərin və təzyiqlərin qurtardığı, Allahın İslamı möhkəmləndirdiyi bir yerə çevrildi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Məkkəyə girdikdə, çox böyük bir mərhəmət göstərərək ətrafındakı insanlara bağışlanma və sülh təklif etdi. Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləm 632-ci ildə Mədinədə vəfat etmişdir. Onun vəfatı İslam dünyasında böyük bir boşluq yaratmışdır. Vəfatından əvvəl Mədinədəki son xütbələrində Peyğəmbərimiz sizə iki şey qoyuram. Allahın kitabı və mənim sünnəm deyərək, Quran və sünnəni izləməyi tövsiyə etmişdir. Həzrəti Məhəmmədin vəfatından sonra, xəlifələr dövrü ilə İslam sürətlə yayılmağa başladı. Əbu Bəkir, Ömər, Osman və Əli İslamı qoruyub inkişaf etdirərək, onun həqiqətlərini bütün dünyaya yaydılar. İslam çox keçmədən Mərkəzi Asiya, Şimali Afrika və İspaniyaya qədər yayıldı. Hər bir möhtərəm xəlifə Allahın sözünü və Peyğəmbərin örnəyini rəhbər tutaraq, İslamın zəngin mədəniyyətini qurmağa çalışdılar. İslam dini, Allahın son Peyğəmbəri olan Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləm vasitəsilə insanlara göndərilən sonuncu və doğru dindir. Bu din, yalnız inancımızı deyil, həyatımıza istiqamət verən bir yol, bir həyat tərzidir. Daha çoxu üçün Vüqar Məmmədli kanalına abunə olun.